Deyirlər ki, elə hava olur ki, atası ölən kəfənə getməz. Vallahi heç bilmirəm o sözü kim deyib, nə səbəbdən deyib. Bismillah. Mənim bir qardaş hesab etdiyim, qardaş kimi yaxın olan insanlardan birinin atası Məcid dayı başı da rəhmətə gedib. Yaş yetirsə də valideyn itkisi həmişə insanlara ağır gəlir. Bu günlərdə valideynləri vəfat edən insanların hamısının başı sağ olsun. Baş sağ olsun deyəndə onu nəzərdə tuturlar ki, ağsaqqalın, ağ bir şeyin vəfatından sonra onun yerinə kim qalırsa, Allah onu qorusun. İnsanlar sevdikləri insanları itirəndə psixikaları korlanmasın. Baş sağ olsun bu mənada işlədilən sözdür. Burada yatan cəmi insanlara Allah rəhmət eləsin. Bu havada kimlərisə vəfat edən insanlar rahatlıqla yas mərasimlərini yola verə bilsinlər. Qarlı havadır, soyuqdur, insanlara iş görmək biraz çətin olur. Amma yazdır, insanlar hazırlıqsız olurlar. Mənə yaxın olan insanın, atasının yas mərasimində iştirak edə bilmirəm. Dedim, gəlim, vəfat edən insanlarımızın üstündə dua oxuyum. Həmçinin Məcid dayıya da görə dua oxuyum. Ruhu şad olsun. Allah insanların canını sağ eləsin. Heç vaxt deməyin ki, elə bir hava var ki, atası ölən kəfənə getməz. Pis sözdür, çox pis sözdür. Hədis-i şərifdə buyurulur ki, bir insan qınadığı işə görə qınadığı şey öz başına gətirilənməyincə bu dünyadan köçmür. Ağır olan sözləri çalışın, işlətməyin. Qardaş yana məsləhətdir. Bundan da betər havalarda atalarınız, analarınız, atalarımız, analarımız, babalarınız, nənələriniz, yaxınlarınız
siz, biz kiçik ikən və yaxud böyük vaxtımızda, köməksiz olan vaxtımızda, xəstələnərkən, canımız ağrıyarkən, başqa hər hansısa bir hadisə olarkən, havanın soyuqluğuna, istiliyinə baxmadan kilometrlərlə yol qət edirdilər. Əllərindən gələni əsirgəmirdilər ki, biz özümüzü daha yaxşı hiss eləyək, sağ qalaq, ayaqda qalaq. Kim ki, belə bir havanı görüb, valideyninə, qohumuna, qonşusuna, yaxınına, vətəndaşlıq borcunu yerinə yetirməkdən, kəfən almaqdan, dərman almağa getməkdən, bazarlıq alıb verməkdən, qolundan tutub yol düşürməkdən çəkinirsə, bunu eləməsin. Onun özünə olunan yaxşılıqları yadından çıxartmasın. Bunları demək istəyirdim. Mənə qədər burada cığır açanlar var idi. Mən də burada müəyyən qədər cığır açacağam, təzələyəcəyəm ki, insanlar bu havada valideynlərini, yaxınlarını yada salmaq, dua oxumaq üçün gələndə ayaqları qara batmasın. Qəbristanlığa gəlmək lazımdır. Yəqin olanı yadımıza salır, ölümü yadımıza salır. Öz əməllərimizi yadımıza salır. Özümüzü biraz tənzimləməkdə bizə yardımcı olur. Kimsə görsəz ki, lap içkili vəziyyətdə valideynin qəbrini, kiminsə qəbrini ziyarət etmək üçün gedir. Onu yolundan saxlamayın. Bəlkə də o qədər utanır ki, ayıq vaxtı gəlməyə özündə cəsarət tapa bilmir. Allah hidayət versin hamıya. İçənlərin əlindən içkini götürsün, tərk etdirsin. Mən bura qonaq gəlməmişəm. Heç kim qəbristanlığa gələndə yad yerə gəldiyi kimi özünü hiss eləməsin. Qiyamət gününə qədər bura bizim doğma yerimizdir, mənzilimizdir. Əgər Allah nəsib eləsə burada dəfn olunmağı, başqa qəbristanlıqlarda dəfn olunmağı. Ölümü pis gündə yox, yaxşı gündə yada salmaq yerinə düşərdi. Allah ölənlərin hamısına rəhmət eləsin. Allah günahlarından keçsin. Mən də, videoya baxanlar da, xətrini istədiklərim də, xətrini istəməli olduqlarım da cənnətin qapılarından bölük-bölük cənnətə daxil olsun inşallah. Kiminsə videoya baxarkən sözlər və yaxud nəsə başqa bir şey ağrına gəlirsə, haqqımı halal eləyirəm. Allah bağışlasın. Sağ olun. Özünüzə yaxşı baxın. Allah qorusun. Sağ olun.